Salam dostlar, videoma xoş gəldiniz. Gördüyünüz kimi 9 illik 9-lara dəstək üçün 2021-ci il 9-ların buraxılışına düşmüş sualların ilk vaxt çatsa əgər 15-nə baxacaq. Başlayaq da birinci sualdan. Sadə bir hasil sualdır. İfadəsinin qiymətini tapın. Birinci 1,5-də 3 qarışıq ədəddir. Kəsrə çevirək, eləyir 5-də 8 vurulsun 5-də 2. 5'də 2. 2'də nə 2 ha? Vurulsun 2'də 5. 5'də ixtisar gedəcək, 2 ilə 8 ixtisar gedəcək, 1, 4. Yaza bilsəm 4 olduğunu yazacağım. Aha, bərabərdir 4. Birinci sual getdi, E variantı. 2. Ədədin 20,7 hissəsi ədədin neçə faizdir? Baxın, ədədin hissəsini faizə çevirmək üçün hissə göstərən ədədi 100-ə vurun. Yəni 20,7 yox da indi, vur 100-ə. İkinci sual, 20,7 bu hissədir. Faizə çevir deyir, vur 100. Şu. Bu da bərabərdir, mənə nəyə verəcək? Bundan bu ixtisar gedəcək 1, 5. 5'də 17'yə vuranda 85. B variantı. Növbəti. Aşağıdakı ədədlərdən hansı həm 2-yə, həm də 3-ə bölünür? Deməli, həm 2-yə, həm 3-ə bölünən ədədlər. Deməli, birinci 2-yə bölünmə xassəsi nədir? 2-yə bölünmə xassəsi ədədin sonu 0, 2, 4, 6, 8 ilə qurtarmalıdır. Yəni cüt ədədlərlə qurtarmalıdır. 0, 2, 4, 6, 8 bunlardan biri ilə bitməlidir. Bu mütləqdir. Həm də 3-ə bölünsün deyir. 3-ə bölünmə əlaməti nədir? Ədədin rəqəmlərinin cəmini toplayacağam. Bu ədəd alınan rəqəm 3-ə bölünürsə, deməli bu da 3-ə bölünür. Məsələn, baxaq da A variantı bölünə bilər. İndi baxaq 2-yə bölünür. Çünki sonu cüt rəqəmlə qurtarır. İndi 3752-nin rəqəmlərinin cəmi nə qədər eləyir? 10, 15, 17. Bu 3-ə bölünür? Yox. Bu getdi. İkinci 1608. Bu da 2-yə bölünür. İndi 3 yoxlayaq. 1608. Rəqəmlərinin cəmi neçə eləyir? 14, 15. Bölünür 3-ə? Bölünür. Şu. Elə cavab budur. Digərlərini yoxlamağa heç ehtiyac yoxdur. B variantı. Dördüncü sual. A və B çoxluqları üçün A bərabər 8, B bərabər 7 olarsa A, B birləşməsini ala biləcəyi elementlərin ən böyük qiymətini tapın. Bunu müəllimlər izah edəndə əslində düstur qoyur ortaya, belə dəhşətli izafə edir. Amma məncə heç belə yeri yoxdur. Məntiqi olan biri yəni dəqiqəsində tapa bilər, başa düşər. Çünki ən böyük qiymət deyirsə, deməli bunların kəsişməsini 0 götürüm ki, toplayanda ən böyük qiymət alınsın. Baxın indi belə bir dənə çoxluğum var. Baxın, biri bu, biri də bu. Bu A-dır, bu da B-dir. Düz demirəm. Bir dənə çoxluğum var. A-nın elementləri 8-dir, B-nin elementləri 7-dir. Baxın, bu hissə bax bura. Bax bura 8-dir. Bura amma 7-dir. Baxın, mənə bu 8 ilə 7-ni deyib. Mənə deyir, indi bunları ümumi birləşməsi ən böyük qiymət alsın. Onda bu orta var, bu kəsişmə. Bu 0 olmalıdır. Bu 0 olmalıdır. Nətər? Bu da 0 olanda nə vəziyyət olacaq? Bax belə. Çoxluqlar bir-birindən kəsişməyəcək. 2 dənə ayrı çoxluğum olacaq. A, B. Kəsişmələri heç nə olmayacaq. A-nın öz qiyməti 8, B-nin öz qiyməti 7 olacaq. Onda 8 ilə 7-ni də toplayacağım, eləyəcək 15. D variantı. Əlim dəyməsə olmaz da. Növbəti. 5-ci sual. İlk 10 natural ədəddən içərisindən seçilmiş ədədin sadə ədəd olması ehtimalını tapın. Baxın. İlk 10 natural ədəddən seçilmiş sadə ədəd nədir? Birdən özündən başqa böləni olmayan ədəd sadə ədəddir. Yəni birdən özündən başqa böləni olmasın. Baxın amma burada bəzi istisna deyəndəki istisna bu dediyim qaydaya əsasən deyil ha. Bu dediyim qayda öz yerində. Mən bir dənə qayda var ki, bütün cüt ədədlər mürəkkəb ədəddir, sadə ədəd deyil. Amma istisna bax burdadır. 2 yeganə sadə ədəddir. 2 yeganə cüt ədəddir, 2 sadədir. Çünki 2-nin başqa nə böləni var? 1, 2. Şu. İstənilən qalan cüt ədədlərin başqa digər bölənləri var da. 1, 1 olacaq, 1 özü olacaq, bir də ki 2 olur. Çünki bütün cüt ədədlər 2-yə bölünür. İndi baxaq. 1-dən 10-a qədər natural ədədlərin içərisindən seçək də indi. Sadələr istəyir, bəli. Deməli 2 var, 3 var, 5 var, 7 var, 8, 9, 10. Bunların heç biri deyil. Deməli 4 dənə. 4 dənə ədədim oldu. Ehtimal da nədir? Ehtimalını hesabla deyir də. Ehtimal əlverişli halların sayının
halların sayının ümumi halların sayının nisbətidir. Halların sayının nisbəti. Bu da mənə nəyi verəcək? Əlverişli halların 4 dənə rəqam oldu. Ümumi nə qədərdir? 10 dənə. 1-dən 10-a qədər natural ədədlər. Cavab neçə eləyir? 5 deyik. İndi çox vaxt sizdə cavab tamla da onluq kəsimlərində çıxa bilər. 0-10 da hökm, amma yenə də ehtiyatlı olun siz. B variantı. Bir dəqiqə. Aha. 6-cı sual. Məftilin əvvəlcə 50%-ni, sonra isə qalan məftilin 80%-ni işlətdilər. Deməli, birinci məftilin qələm bir dəqiqə nazilləşdirə bil. Aha. Deməli, bir dəqiqə biraz aşağı inək. Aha. Deməli, məftilin əvvəlcə 50%-ni. Bax, 3 dəfə istifadə eləyir. Yox, 2 dəfə istifadə eləyiblər. Birinci dəfə 50% istifadə eləyiblər. Aha. Ümumi 100% olduğu nəzərə alınır. Deyəm, bir dəqiqə qeyd edeyim bura. Birdən başınız qarışır. Deyirsiniz ümumi nə qədərdir ki? Ümumi 100% məftil var. Nə qədər olsa da, yəni istəyir 100, istəyir 10 olsa, yenə də bu 100%-dir onun. Faizdəki özü də. Deməli, ümumi 100% məftil var. Əvvəlcə 50%-ni istifadə elədilər. Aha, birinci dəfə 50%-ni. Sonra isə qalan məftilin 80%-ni işlətdilər. Bax, ikinci dəfə birinci dəfə 50% istifadə elədilər. Ümumi 100 idi. Nə qədər qaldı? 50%. İkinci dəfə deyir, bu 50%-in, bu qalanın, bax bu 50%-ə qalıb da qıraqda. Bu 50%-ində 80%-ni işlətdilər. 50 vur 80 böl 100. O da nə qədər eləyir? 40. Aha, və 30 metr məftil qaldı. Deməli 50% istifadə elədilər, 40% istifadə elədilər. Nə qədər qaldı ümumi? 100-dən çıxaq, bu 50 ilə 40-ın cəmini nə qədər məftilin qaldığına baxaq. 50 üstə gəl 40. Qaldı 10%. 10 da yazmaq olundu. Aha, 10% məftil qaldı. 10% qalan məftil 30 metr məftilə bərabərdir. 10% qalan, bax bu 10% qalıb da 10% 30 metr deməkdir. Metrdəki 30 metr deməkdir. Mənə deyir, əvvəlcə nə qədər məftil var idi? Əvvəl ümumi nə qədər məftilim var idi? Bax, mən burada. 100%. 100%-də x-dir. X metr. Bunu da tapanda çarpaz vuracam, çünki düz mütənasiblikdir. 10x bərabərdir 3000. X də bərabərdir 300. 300 metr məftilim var imiş əvvəldə. Deməli, bu da getdi. 7-ci sual. Deməli, kök altında 2 x kvadratı bərabərdir 4 ifadəsinin tənliyinin köklərinin hasilini tap. Rahat bir sual. Kökdə 2-nin kvadratı yüksəld, 2, x kvadratı yüksəld, x kvadratı, bir dəqiqə, x kvadratı, bunda bərabər elə 4-ə. X kvadratı bərabər hər tərəfi 2-yə böl, 2-yə. Buradan da x nə çıxacaq? Plus minus kökdə 2. Plus minus kökdə 2, yəni bir dəfə müsbət, bir dəfə mənfi kökdə 2. Amma məndən də bunların hasilini istəyir. x1 ilə x2 də onda bərabərdir, yəni hasilləri bir-birinin. Kökdə 2 vurulsun mənfi kökdə 2. Vurulsun yaza bilsəm, vurulsun mənfi kökdə 2. Buradan da mənfi qabağa düşəcək. Kökdə 2-ni kökdə 2-yə vuranda mənə nəyi verəcək? 2-ni verəcək. Mənfi də qabağına düşəndə olacaq mənfi 2. Y variantı. İki oyuncağın qiyməti 35 manatdır. Deməli, bir dənə oyuncaq, 2 dənə oyuncaq. Ekran mən yaxınlaşdırmasam yox, qəşəng alınmayacaq. Deməli, bir dənə, 2 dənə oyuncaq. Deməli, birinin qiyməti digərindən 4 dəfə bahadır. Tutaq ki, birincisi x-sa, ikincisi 4 dəfə baha, yəni 4x olacaq. Aha, bahalı oyuncağın qiyməti, ümumi qiymət 35-dir. Deməli, bunların ümumi qiyməti x-in üstünə gələndə 4x-i verir mənə 35-i. Bir dəqiqə, bunu biraz belə qoyum. Aha, verir mənə 35-i. Mən bunları toplayıram, eləyir 5x bərabər 35. X də mənə verir 7-ni. Deməli, birinci oyuncağın qiyməti oldu 7, ikinci oyuncağın qiyməti oldu 28. Məndən bahalı oyuncağın qiyməti neçə manatdır? Bahalı hansıdır? Qiymət çox olan 28 manat. Yəni, Y variantı.
Cavab 28 idi, bu qeyd edeyim. Parametrinin hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var? Bu tənliklər sisteminin nə vaxt sonsuz sayda həlli olar? Bax, bu əmsallar var a x minus b y bərabərdir. Baxın, belə də bu tənliklər sisteminin forması belədir. A1 yaza bilsəm çox qəşəng olacaq. A1x minus, bax, minus deyil, indi normalda belə yazaq. B1y bərabərdir C1. Bir də ki A2x üstə gəlinsin B2y bərabərdir C2. Tənliklər sisteminin ümumi forması belədir. Bunun bir dəqiqə toplama, əlimə alışıb toplama yazmağa. Aha. Deməli, tənliklər sisteminin ümumi forması belədir. Bu tənliklər sisteminin nə vaxt sonsuz sayda həlli olur? Baxın, bu əmsallar var A1, B1, C1. Bunların uyğun olan A-lara nisbəti mənə bərabər olmalıdır. A1-in A2-yə nisbəti A1 bölünsün A2 bərabər olmalıdır. Bu B1 bölünsün bu B2. B1 bölünsün B2. Bu da bərabər olmalıdır. Bu C1 bölünsün C2. C1 bölünsün C2. Bax, bunları yazdıq. Deməli, bunu bildim. İndi yaza bilərəm 9-cu sualda. Sonsuz sayda həlli var deyir də. Bölək 1/5 A1 bölünsün A2 nədir? 7/5 bərabər. B1 -2 o biri -10 yəni B2 C1 5 C2 A. Məndən C2-ni soruşur. Deməli, bölək də 1/5-i 7/5 eləyəcək 5-də 1. -10 da 2-ni, -2-ni -10-a böləndə yenə 5-də 1. Bura qədər bərabər alındı. Bu 5 bölünsün A-da mənə 5-də 1 verməlidir. Onda. Onda 5 bölünsün A-nı bərabər eləyəndə 5-də 1-ə. 5-də 1-ə. A mənə verirmi 25? Bitdi. B variantı. Qələmi biz qalınlaşdırın bəlkə. Bir dəqiqə 72 məsələn belə 70 üstü. Belə işləyir. Neyse. Biraz prosta balaca yazır. 10-cu sualda mənə bir dənə ifadə verib A-nı yerinə qoy. Çox rahat bir sual. A-nı elə gətirib bir dəfə yerinə qoyum. Yazmayın da misalda görürsünüz. 2 vurulsun A. Yəni 2 vurulsun 4. Üstünə gəlinsin. 2 vurulsun. Bir dəqiqə bu 4'dür. 4. 2 vurulsun A minus 4. A neçədir? 4. 4'dən çıxılsın 4 eləyəcək. Elə qoyacaq belə. 4 çıxılsın 4 vurulsun 1. Deməli, bu da mənə verəcək. 2 vuranda 4'ə 8. Üstə gələndə. Baxın, 4 minus 4 0 eləyir. Onu da 2'yə vuracam. 1'ə vuracam 0 eləyəcək. 8 üstə gəlsin ümumi 0. Buradan da verəcək cavab 8. C variantı. Eni uzunluğundan 5 dəfə kiçik olan düzbucaqlının perimetri 240 cm olarsa düzbucaqlının uzunluğu neçə santim edir? Baxın, düzbucaqlının eni var. Eni var. Bir dənə də uzunluğu var. Bax, eni uzunluğundan 5 dəfə kiçikdir. Onda uzunluğu elə 5x götürüm. Endəki 5 dəfə kiçik. 5 dəfə kiçikdir x eləyir. Perimetri 240'dır. Perimetr nəyə bərabərdir düzbucaqlıda? 2 vurulsun A üstə gəl B. A endi B uzunluq ya B eni A uzunluq. Siz necə istəyirsinizsə düstur elə yadda saxlayın. Aha, indi mən bunları toplayıram. P bərabərdir 2 vurulsun A üstə gəl B. 5x üstə gəl x. 5x üstə gəl x. Aha, bərabərdir neçə? 240'a. Hər tərəfi 2'yə bölərəm. Eləyir 6x. Buranda 2'yə eləyəcək. 6 hər tərəfi 2'yə böləcəm eləyəcək 120. X da verəcək 120 bölünsün 6 20. 20'ni tapdım. Bu 20 nədir? N. Yəni x. Uzunluq nədir? 5x yəni 100. Məndən nə istəyir sualda? Uzunluğu neçə santim? 100. Y variantı. 12. Düzbucaqlı paralelipedin oturacağının tərəfləri 5, 9, həcmi isə 315 olarsa. Baxın, düzbucaqlı paralelipeddə n var. Uzunluq var, yəni bu oturacağın. Bir dənə də hündürlük var. Baxın, indi tutaq ki, hündürlük h-dır.
H-dakı H-a oxşuyur da. H-dır, uzunluq B-dir, n-dəki A-dır. Məndən düzbucaqlı paralelipedin həcmini verir. Düzbucaqlı paralelipedin həcmi onun eninin uzunluğunun hündürlüyünün asilinə bərabərdir. Yadda saxlayın da bunu. V bərabərdir. A vurulsun ABH. Bax bunu yadda saxlayın. Uzunluq, hündürlük, bir də ki n. Bunların asilinə bərabərdir. İndi gətirib yerinə qoyacağam. Mən tərəfləri veribdə n ilə uzunluq var. 5, 9, 5 vur, 9 vur, h bərabərdir 315. Bu da eləyəcək 45h bərabərdir 315. H da bərabər 45 bölünsün 315. Bu da mənə verəcək 7. 7 də nə variantı? A variantı. Deməli 13 sanı. 14. Yəqin 13 yuxarı yoxdur ya, görmədim. 14-cü sual. Bir dənə çevrə var. 14. Bir dənə belə çevrə var. Formalardan burada çevrəni götürmək olur. Bir dəqiqə. Yox, bu rəngdir. Götürmək olmur. Heç də. Bir dənə belə çevrə var. Bu niyə belə oldu? Hansısa modu açıq qoydum. Bir dəqiqə. Üzr olsun. Çevrəni çəkdim, amma nəyəsə açıq qaldı. Hayda. Tapa bilsəm yazacağam. Deməli, bu video bura qədər olsun. Burada problemlər oldu. Bax, ya da 14 ilə 15 kifayət edəcəm. Bir dəqiqə, başa düşərsiniz də məncə. Baxın, 14-cü sualda söhbət nədir? Bir dənə o mərkəzli çevrə var, AOS bucağı var. O çevrəni bura bir tər çəkmişdim. Sağ olsun, burada qələmimin speli çıxdı, durduq yerə. Heç nə. Bax, bir dənə çevrəm var. Bu çevrənin mənə bir dənə bucağı var, AOS bucağı. Bax, çevrənin O mərkəzlidir. Mənə burada BS çəkiblər. Baxın, bir dənə BS düz xətti çəkiblər. Bu da O'dan keçir. Mərkəzdən keçən vətər, bu vətərdir də, çünki çevrənin iki tərəfini birləşdirib. Mərkəzdən keçən vətər nədir? Diametrdir. Diametrdəki indi burada mənə bucaq verib. Bu diametr ümumi 180 dərəcəli bucaq yaradır. 180 dərəcə. Mənə 124-ü verib. 180-dən çıxacam 124-ü AOB-ni tapacam. 56. Bu 14-cü sualda 15-ci sual. 15-i mən sözdən nətər izah edeyim. Bir dəqiqə tez proqram dəyişim. Aha. Qəşəng. İndi burada izah edeyim. Baxın. Sahəsi 108 olan bir dənə və diaqonalların 2-3-ün nisbətində olan rombun tərəfini tapın. Bax, rombun tərəfini tapın. İndi sahəsi 108-dir. Biz də ki, rombun diaqonalla olan düsturunu bilirik də. S bərabərdir D1. Burada bu proqramda buna görə yazmırdım. D1 vurulsun D2 bölünsün 2. Bu diaqonalla olan düsturudur. İndi diaqonallarının nisbəti 2/3 kimidir. Aha, deməli, sahəsi 108-dir. Yerinə gətirib qoyaq. 108 bərabərdir. D1 2x-dır. Nisbətlərini verib mənə. D2 3x-dır. O bir də ki 2-dir. O bir deyəndə ki 2-yə nisbət. Buradan tapanında çarpaz vuranda 6x bərabər 216. 6x-in kvadratı bərabər 216. X-in kvadratı da bərabərdir 216 bölü 6, 36. Buradan da x çıxır 6. X6 bu tapdığım nisbətdəki x da. Birinci diaqonal. Burada əvvəldə qeyd eləyəydim kaş. Mənim səhvim oldu. Bax, D1-im var idi 2x. D2-im var idi 3x.
Bu D1 mən x-i tapdım buradan. X 6-dır. Gətirib yerinə qoyanda D1 2x, D2 3x, D1 çıxacaq 12, D2 çıxacaq 6. İndi 6 nə idi 18. İndi belə bir dənə normalda düsturum var ki, diaqonalların cəmi kvadratlarının cəmi tərəfin kvadratının 4 mislinə bərabərdir. Amma düstur yadda saxlamayın. Düstur deyəndə ki, bunu yadda saxlamasaq yaxşıdır. Çünki boş yerə beyində yer tutur. Mən 11 imtahanına hazırlaşanda mən o düsturu yadda saxlayırdım. İndi arada olmuşdu, yaddan çıxmışdı. Düsturlara baxıb bir tər yadda saxlayırdım. Amma sonradan gördüm lazımsız deyə. Düstur çox yadda saxlamamaq lazımdır. İsbatını biləndən sonra yaza bilir adam. Baxın, bir dənə rombum var da. Rom da nə idi? Paxlavaya oxşayan fiqur. Baxın, bir dənə belə fiqurdur. Mənim üçün heç paxlavaya da oxşamadı. Hər nəsə. Diaqonallar, baxın, bunlardır. Bax, bunları çəkdim. Diaqonalların uzunluqları, baxın. Bax, diaqonalların uzunluqları, iki dənə diaqonal bir-biri ilə kəsişəndə diaqonalların uzunluqları yarıya bölünür. Birinci diaqonalım neçə idi? 12. Tutaq ki, birinci diaqonal, tutaq ki, deyəndə ki, birinci diaqonalım 2 yerə bölünəcək. 6, 6. İkinci diaqonalım neçə idi? 18. Bu da 2-yə bölünəcək. 9, 9. Baxın. Məndə tərəfin birini istəyir. Tutaq ki, tərəf buradır. A-dır tərəf. Baxın, bu 90 dərəcəli bucaq əmələ gətirir bu diaqonallar kəskən. İndi mən çəkdiyim əyrədə deyə alınmayıb. Baxın, 90 dərəcə bucaq əmələ gətirir. Bunu da tapanda neçə tapacağam? Pifaqor teoremi ilə A-nı tapacağam da. A-nın kvadratı bərabərdir 9-un kvadratı üstə gəlinsin 6-nın kvadratı. Bu da verəcək A-nın kvadratı bərabər 81 üstə gəl 36. A-nın kvadratı bərabərdir 117. A da bərabərdir kök altında 117. Yəni E variantı. Sağ olun. Xoş izləmələr.